Salam əziz altıncılar. Bugün sizə artıq 6-cı sinif ümumi tarix 11-ci mövzunun 3-cü hissəsini izah edəcəm. Mövzumuzun başlanğıcı belədir. Yunanistan mədəniyyəti. Qədim Yunanlar tanrı Dionisin şərəfinə keçirilən bayramlarda oxuya-oxuya əfsanələr söyləyir və açıq havada səhnələr göstərirdilər. Tamaşaçılar təpənin yamacında oturur, ətəyindəki meydançada isə aktyorlar çıxış eləyirdi. Eramızdan əvvəl 5-ci əsrin sonlarında bütün Yunan şəhərlərində belə teatrlar tikilmişdi. Teatrda əfsanələrlə yanaşı, qədim Yunan müəlliflərinin yazdıqları əsərlər də tamaşaya qoyulurdu. Demək, teatr Yunanistanda meydana gəlib. Teatr Yunan sözü olub, tamaşa yeri deməkdir. Qədim Yunanlar çox tanrılı dinə ibadət edirdilər. Onlar tanrıları Olimp dağının zirvəsində yaşadığına inanırdılar. Yunanların baş tanrısı isə Zevs idi. Yunanlar təhsilə böyük önəm verirdilər. Ən yaxşı məktəblər Afinada idi. Azad insanların övladları bu məktəblərə gedirdilər. Onlar iti uclu stil adlanan metal çubuqla mum lövhələr üzərində hərflər cızırdılar. İngilis dilində stil sözünün mənası nədirsə, rəylərdə yazsa sevinərəm. Stilin küt tərəfi ilə yazılanı pozurdular. Yunanların öz əlifbası var idi. Onun əsasında sonralar Latın və Kiril əlifbaları yaranıb. Yəni, Latın və Kiril əlifbaları qədim Yunan yazılarının əsasında yaranıb. Məktəbdə şagirdlər Homerin İlyada və Odiseya poemalarını əzbərləyirdilər. Buradakı şəklə baxaq, görürsünüz, baş tanrı Zevsdir, digər tanrılar da onun əhatəsində təsvir olunub və bu tanrılar da Olimp dağının zirvəsində yaşayırdılar. Elm. Qədim Yunanistanda yaşamış Demokrit, Hipokrat, Herodot və Aristotel kimi alimlər elmin inkişafına böyük töhfələr vermişdi. Demokrit dünyanın ən xırda zərrəciklərdən, atomlardan ibarət olduğunu söyləmişdi. Hipokratın təliminə görə həkim xəstəliyə qalib gəlməkdə orqanizmə kömək etməli idi. Aristotel isə bütün elmi bilikləri ayrı-ayrı sahələrə bölərək onlara botanika, fizika və s. adlar vermişdi. Herodot. Məşhur Herodot. Tarix sevənlər bilirlər ki, tarix elminin əsasını Herodot qoyub. Hətta tarixi yaxşı bilən insanlara bəzən Herodot ləqəbi qoşurlar. Herodot eramızdan əvvəl 5-ci yüzillikdə tarix elminin əsasını qoymuş və Yunan Əhəməni müharibəsinin tarixini yazmışdı. Onun tarix kitabı Yunanistan, Ön Asiya, Misir və Azərbaycanın qədim tarixini öyrənmək üçün qiymətli mənbədir. Herodotu tarixin atası adlandırırlar. Makedoniyalı İskəndərin müəllimi olmuşdu. Baxaq görək, Aristotellə İskəndər haqqında burada nələr yazılıb. İskəndər Aristotelə heyran idi. Öz sözləri ilə desək, müəllimini atasından az istəmirdi. O deyirdi ki, Filippə həyatı üçün, Aristotelə isə ləyaqətlə yaşadığına görə borcludur. Olimpiya oyunları. Qədim Yunanistanda 4 ildən bir keçirilən idman yarışlarını Olimpiya oyunları adlandırırlar. Bəs indi Olimpiya oyunları neçə ildən bir keçirilir? Oyunlar Yunanların müqəddəs hesab etdiyi Peloponnesdəki Olimpiya şəhərində keçirilirdi. Şəhərin mərkəzində möhtəşəm məbəd yerləşirdi. Məbədin içərisində Zevsin Fidi tərəfindən yaradılmış heykəli ucalırdı. Olimpiya oyunlarında idmançılar idmanın qaçmaq, tullanmaq, güləşmək, disk və nizə atmaq, eləcə də yumruq döyüş növləri üzrə yarışırdılar. Bəs indi Olimpiya oyunlarında hansı idman növləri var? Ən təhlükəli yarış hər birinə 4 at qoşulmuş arabaların yarışması idi. Bu oyunlar zamanı müharibələr dayandırılırdı. Yarış qaliblərini isə zeytun ağacının budaqlarından hörülmüş çələnglə mükafatlandırırdılar. Öz vətənlərində də həmən qaliblərə heykəllər qoyulurdu. Yunanlar il hesabını ilk Olimpiya oyunlarının keçirildiyi tarixdən hesablayırlar. İlk Olimpiya oyunları eramızdan əvvəl 776-cı ildə olub. Hesablasaq, Olimpiya oyunlarından neçə il keçir?
2026-cı ilin üstünə 776-cı ili gəlməlisiniz. Yunan şəhər dövlətlərinin tənəzzülü. Mən tez fikirləşirəm, hansı Yunan şəhər dövlətlərini tanıyırdınız? Afina və Sparta. Hansı ki, Əhəmənilərlə müharibədə mühüm rol oynayan bu şəhər dövlətləri. Hətta onlar dəniz ittifaqı yaratmışdılar Əhəmənilərə qarşı. Bu dəniz ittifaqının da başçısı Afina idi. Lakin bu Yunan şəhər dövlətləri ticarətdə üstünlük qazanmaq və qonşu əraziləri tabe etmək üçün bir-biri ilə rəqabət aparırdılar. Yunanistanda ağalıq etmək uğrunda mübarizədə Afina və Sparta xüsusilə seçilirdi. Onlar arasında eramızdan əvvəl 431-404-cü illəri əhatə edən müharibə baş verdi. Müharibənin sonunda Sparta qalib gəldi. Afina dəniz ittifaqı ləğv edildi. Müharibələr Yunanistanın təsərrüfatına böyük zərbə vurdu və Yunan şəhər dövlətləri zəiflədi. Yaranmış vəziyyətdən qonşu Makedoniya dövləti məharətlə istifadə etdi. Makedoniya Yunanistanın şimalında yerləşirdi. Paytaxtı Pella şəhəri idi. İkinci Filippin hakimiyyəti dövründə Makedoniya xeyli güclənmişdi. O, zəifləmiş Yunan şəhər dövlətlərini bir-birinin ardınca ələ keçirirdi. İkinci Filiplə Yunan orduları arasında həlledici döyüş isə eramızdan əvvəl 338-ci ildə Xiraneya şəhəri yaxınlığında oldu. Döyüş Makedoniya ordusunun qələbəsi ilə başa çatdı və əksər Yunan dövlətlərinin azadlığına son qoyuldu. Yəni artıq Yunanistan Makedoniya tərəfindən işğal olundu. Neçənci ildə konkret? 338. Hansı döyüşdən sonra? Xiraneya döyüşündən sonra. Niyə Makedoniyalılar Yunanistanı işğal etdilər? Çünki Yunan şəhər dövlətləri öz aralarında müharibə aparıb zəifləmişdi. Və bu döyüşdə Makedoniya hökmdarı 2-ci Filip olsa da, burada Makedoniyalı İskəndər öz sərkərdəlik məharətini nümayiş etdirmişdi. Xidmətə başlayanda Afina gənclərinin andı var burada. Gəlin onu da oxuyaq. Mən bu müqəddəs silahı rüsvay etməyəcəm və vuruş zamanı harda dayanmağımdan asılı olmayaraq öz yoldaşımı tək qoymayacağam. Mən öz ocağım uğrunda vuruşacaq və vətənimi özümdən sonra daha qüdrətli və güclü qoyacam. Mən hamı kimi həm indiki, həm də gələcəkdə qoyulacaq qanunlara tabe olacağam. Bu Afina əsgərinin döyüşdən qabaqçı andı idi. İndi gəlin Makedoniyalı İskəndərin imperiyasından danışaq. İkinci Filipin ölümündən sonra onun oğlu İskəndər hakimiyyətə gəldi. Artıq biz bir neçə dərsin içində Makedoniyalı İskəndərin hakimiyyətə gəlməyi, öldüyü tarixi bilirik. İskəndərin başçılıq etdiyi Makedoniya ordusu şərqə doğru hərəkət etdi. Bir neçə döyüşdə Əhəməni ordusuna qalib gələn İskəndər Aralıq dənizi sahilləri ilə Misirə doğru hərəkət etdi. Misir İskəndərə döyüşsüz tabe oldu. Kahinlər onu Firon və Tanrı adlandırırdılar. İskəndər Misirdən qayıdıb Mesopotamiyaya doğru hərəkət etdi. Burada onu Əhəməni hökmdarı 3-cü Daranın böyük qoşunu qarşıladı. Həlledici döyüş Qavqamela adlı yerdə eramızdan əvvəl 331-ci ildə baş verdi. Bu döyüşü biz artıq bilirik. İskəndər qalib gəldi. Döyüş meydanından qaçan 3-cü Dara eramızdan əvvəl 330-cu ildə öldürüldü və nəhəng Əhəməni imperiyası süqut etdi. Bundan sonra İskəndər Mərkəzi Asiyadan keçərək Hindistana yürüş etdi və burada ciddi müqavimətlə üzləşdi. Əskərlərinin yorulduğunu nəzərə alan İskəndər geri qayıtmağa məcbur oldu. Biz bunu Hindistanı keçəndə keçmişdik. İskəndər Hindistana nə vaxt yürüş etmişdi? 327-ci ildə. O, Hindistanda çox cüzi torpaq sahəsi ələ keçirmiş və sonradan geri qayıtmağa məcbur olmuşdu. Makedoniyalıların işğalları nəticəsində Balkan yarımadasından Hind çayına qədər uzanan paytaxtı Babil şəhəri olan böyük bir imperiya yarandı. Lakin İskəndərin varisi olmadığı üçün eramızdan əvvəl 323-cü ildə onun ölümündən sonra yaratdığı imperiya 3 hissəyə parçalandı. Misir, Suriya və Makedoniya padşahlıqlarına. Burada Suriya deyəndə Selevkilər nəzərdə tutulur.
Onu da siz keçmisiniz. İndi gəlin, bayaq dediyim məlumatları xəritə üzərində işləyək. Makedoniya paytaxtı Pella şəhəri idi. Makedoniyalılar eramızdan əvvəl 338-ci ildə Yunanistanı işğal etdilər. Daha sonra onlar Əhəmənilərlə toqquşdular. Burada həm də 332-ci ildə Misiri İskəndər tabe etmişdi. Əhəmənilərlə toqquşmuş, Qavqamela döyüşündən sonra Əhəmənilərə son qoymuşdu. Növbəti hədəf Mərkəzi Asiyanı da ələ keçirdəndən sonra Hindistana doğru yola düşmüşdü. Eramızdan əvvəl 327-ci ildə Hindistanı ələ keçirdə bilməmişdi. Amma yenə də o, Hind çayına qədər torpaqları əhatə edən böyük bir imperiya qurmağı bacarmışdı. Yəni siz bu hissəni oxuyarkən xəritə üzrə inkişaf edin ki, yadınızda daha rahat qalsın. Elin mədəniyyətinin şərq ölkələrində yayılması Makedoniyalı İskəndərin işğalları sayəsində olmuşdu. Makedoniyalı İskəndər öz hakimiyyətini möhkəmləndirmək məqsədi ilə işğal etdiyi ölkələrdə yeni şəhərlər salır, orada Yunan və Makedoniya döyüşçülərindən ibarət dəstələr yerləşdirirdi. Yunanistandan köçüb gələnlərin hesabına bu şəhərlərin əhalisi artırdı. Belə şəhərlərin çoxu İskəndəriyyə adlanırdı. İskəndərin şərəfinə. İskəndərin imperiyasının parçalanması nəticəsində yaranan dövlətləri sərkərdələri idarə edirdi. Onlar vilayətləri idarə etmək üçün Yunan və Makedoniyalılardan məmurlar təyin edirdilər. Yerli əhalidən olan quldarlar Yunanlara oxşamağa çalışır, onların dilini öyrənir, adətlərini qəbul edirdilər. Beləliklə, şərq ölkələrində Ellin mədəniyyəti yayıldı. Yadınızdadırsa, biz Selevkiləri, Parfiyanı keçəndə də qeyd eləyirdik ki, burada olan sərkərdələr, hökmdarlar özlərini Makedoniyalı İskəndərə bənzədirdilər. İskəndər tərəfindən Nilin deltasında salınmış İskəndəriyyə şəhəri Misir padşahlığının paytaxtına çevrildi. O, Aralıq dənizi ətrafında ən böyük şəhər idi. Şəhərin qarşısındakı adada hündürlüyü 140 metr olan mayak tikilmişdi. Bu mayak limana gələn gəmilərə yol göstərirdi. Ümumiyyətlə, mayak nə üçündür? Dənizdə gəmilərə yol göstərmək üçün işıq olsun deyə mayaklar tikilir. Bu da o mayaklardan biri idi. Hal-hazırda təbii ki, qalmayıb. Dünyanın 7 möcüzəsindən biri sayılırdı və dənizin ortasında 140 metr olan bir mayak idi. İskəndəriyyənin bazarlarında Avropa, Asiya və Afrikadan gətirilmiş mallar satılırdı. İskəndəriyyənin kitabxanasında Yunanistandan, şərq ölkələrindən gətirilmiş çoxlu elmi əsərlər toplanmışdı. Burada 700 minə qədər əlyazma kitab var idi. Evklid, Arximed kimi böyük alimlər İskəndərin sarayında fəaliyyət göstərirdilər. Aralıq dənizinin şərq sahillərindəki Yunan-Makedoniya dövlətləri zahirən qüdrətli görünsələr də möhkəm deyildilər. Tez-tez baş verən müharibələr və üsyanlar nəticəsində onlar zəifləyərək qərbdən gələn yeni işğalçılara, Romalılara qarşı dura bilmədilər. Biz bunu növbəti dəfə keçəcəyik ki, artıq 146-cı ildə həm Makedoniya, həm Yunanistan Romalılar tərəfindən işğal olunacaq. Ümid edirəm ki, dərs sizin üçün asan oldu. Yenə də əgər çətinliyiniz varsa, rəylərdə yaza bilərsiniz. Bir daha qeyd edirəm. Yunan şəhər dövlətləri Əhəmənilər üzərində qələbə qazanmışdılar, dəniz ittifaqı yaratmışdılar. Amma müharibədən sonra başladılar bir-birlərinə müharibə aparmağa. Afina-Sparta müharibələri. Onların zəifləməsindən Makedoniyalılar istifadə etdi. 338-ci ildə Makedoniyalılar Yunanistanı işğal etdi. İkinci Filipdən sonra hakimiyyətə Makedoniyalı İskəndər gəldi, işğalları genişləndirdi. Onun tutduğu əsas ərazilərdən biri Misir oldu. Daha sonra Əhəmənilərlə toqquşub onların dövlətinə son qoydu. Mərkəzi Asiyanı ələ keçirdi. Hindistana yürüş etsə də orada uğursuz oldu. İskəndərin vəfatı isə eramızdan əvvəl 323. Xəritəni də bildiniz. İskəndərin işğalları sayəsində elin mədəniyyəti yayıldı şərq ölkələrində.
Burada əsas biz Mayakı bilməliyik. 140 metr uzunluğunda olan İskəndərin sarayında yaşayan alimlərin adını öyrənin. Daha sonra isə Makedoniyanın, Yunanistanın Romalılar tərəfindən işğalını öyrənəcəksiniz növbəti dərslərdə. Ümid edirəm ki, dərs sizin üçün asan oldu. Təkliflərinizi yazsaz çox şad olaram. Növbəti dərslərdə görüşərik.